Yaxşı uşaqlar. Toplu ikinci hissə 2025 hansıydı mövzumuz? Bəzi çoxbucaqlılar. Səhifə neçə idi? Rom paralelogram tapdım. Şairə, bəzi çoxbucaqlar. Neçəni yazasıyam mən? 33. Ya Allah yazar. Çox maraqlı suallar. Deməli 33 belədir. Değişdirilmiş hissənin sahəsini hesablayın. Koordinat sistemi verir uşaqlar. X-dir, Y-dir. Buradan bir dənə düz xətt belə çəkim. Üstündə yazır ki 6Y çıxaq 5X çıxaq 30 bərabərdir 0. Bir dənə də beləsini çəkim. Buraya P nöqtəsi bu. P'ye də yazır ki -4 0. -4 0 nöqtəsi. Buranın da A nöqtəsi. Burada B'dir. Burada düzbucaqlı, üçbucaqlı, sıfırdır, bu ev. İndi bunun sahəsini hesablamaq var. Bunun sahəsini hesablamaq üçün uşaqlar. Bax, buranın uzunluğu 4'dür bu heç. Düzdür. Bizə lazımdır. Bax, 2 dənə düzbucaqlı, bunu soruşdur. Müştəriklərin hissənin sahəsini tapın. Bax, ay Samir, bax. Bu düzbucaqlı üçbucağın sahəsindən bu boş yer olan düzbucaqlı üçbucağın sahəsini çıxmalıyıq. Düzbucaqlı üçbucağın sahəsi də katetlər arasında yarısı. Katetləri tapmaq üçün isə, bax bu xətti funksiyadır. Xətti funksiyanın absis ordinat oxları kəsişmə nöqtələrini tapmalıyıq. Deməli, birinci, ordinatını tapmaq üçün x bərabərdir 0 yazıram bu düsturda. 6y çıxaq 30 bərabər 0, y bərabərdir 5'dir. Bax, bura oldu 5. Deməli, bunun uzunluğu 5'dir. Mənfi tərəf sizi çaşdırmasın, bizə uzunluq lazımdır. Keçirəm indi. Bu dəfə də yazıram nə? Y-ə 0 verirəm. Y bərabər 0 olanda mənfi 5x çıxaq 30 bərabər 0, x da mənfi 6 elə. Bax, bu A da mənfi 6 0'dır. Amma uzunluq isə 6 daxil. Düzdür? İndi deyirəm ki, S, 3 bucaq, A, O, B. S, A, O, B. Çıxaq. S nə? P, O, B. P, O, B-ni tapın. S, A, O, B nədir aşağı? Katetlər arasının yarısıdır. Buranın uzunluğu 6'dır. 6 vuraq 5 bölə 2. Çıxaq. Buranınki da 4'dür. 4 vuraq 5 bölə 2. Bu da neçə edir? 15 çıxaq 10 eləyir. 5. Gör da bax 5'dir mi? 44'dür. Nəyi düz yazmamışım? Bəlkə şəhətini götürməmişim. Olmuyor 32'ni elədim mən. Yox. 33'ü düz yazmışım. İştirilmiş sən sahəsini hesablayın. Yaxşı bax. 5'dir. Deyirəm da bu elə şey olmaz ki. Hə. 31'də 44'dür. Sən 31'ə baxırsan. 33. 35'ə baxar. Deməli 5'dir də. Həbs yox. 35. Deməli, düzgün altı bucaqlı verilir aşağıda belə. Baxaq görək bu nədir? Hə, indi deyir ki, onun daxilində bir P nöqtəsi verir. P. Sonra bunu yəqin ki, belə birləşdirib, görək nə deyir, axıra qədər bir baxaq. A, B, C, D, Y, F verir. Sonra bunu B ilə birləşdirib, sonra da belə bir C çəkib, yəni belə göstərir ki, bu P-ni biraz aşağı çəkib, P nöqtəsini bu olsun. Ki, bunların bir düzsat üzərində olduğunu fikirləşmir. Belə də bilir. İndi nə deyir? Sahələri BP, C'dir. Bununki 12'dir. Bununki də 24'dür. Sahələrin uyğun olaraq 12 və 24 olduğunu bilərək daxilində P nöqtəsi verilmişdir. 12 və 24 olduğunu bilərək altıbucaqlının sahəsini tapın, ilişdik. Deməli, bir daha deyirəm, 12 və 24 olduğunu bilərək altıbucaqlının sahəsini tapın. Yaxşı, bu hündürlüyü bildim. O hündürlüyü də bildim. 12 və 24. 12 və 24 deməli, sahə ilə bu
bunun haşı bunun tərəfindən 2 dəfə böyükdür. Yəni bura AH-dır, burada A2H-dır. Bircə dəqiqə qoy pauza verin, fikirləşim, sonra davam eləyək. Davam eləyək. Bax aşağı. Bunlar 24-dür, 12-dir. Bu A ikisi də bir-birinə paralel olan tərəflər. Altı bucaqlının qarşı tərəfləri bir-birinə paraleldir. Buradan bura bir hündürü yendirəm. Bunun adını qoyuram X. Düzdür. Bu nöqtədən digər tərəfə də bir hündürü yendirəm. Bunun adını da qoyuram Y. İndi 24 olanın sayısı tərəf də A-dır, düzdür. AX bölü 2 bərabərdir 24. Düzdür. AY bölü 2 də 12-dir. Bu bir üç bucağı ki. AY bölü 2 də bərabərdir 12-dir. AX bərabərdir 48-dir. AY bərabərdir 24-dür. A vuraq X üstə gələ Y də bərabərdir 72-dir. Şöyle, bu ikisi bir yerdə X ilə Y eyni nöqtədən paralel düz xətlərə çəkilmiş hündürlüklər olduğu üçün bu ikisinin cəmi əslində bax bu belə deyək paralel düz xətlər arasındakı məsafə düzgün altı bucaqdır. Paralel düz xətlər arasındakı məsafə, paralel tərəflər, qarşı tərəflər arasındakı məsafə bax budur. Budur. Başa düşdünüzmü? Bu isə daxilə çəkilmiş çevrənin diametridir. Daxilə çəkilmiş çevrənin diametridir. Yəni X üstə gələk, Y bölü 2 bu kiçik yerdir. Fikrimi çatdıra bildim mi? Kiçik yerdir. İndi buna baxın. Altı bucaqlının bəs sahəsi nə cür tapılır? Altı bucaqlının sahəsi. Bax, A vuraq, kiçik yer bölü 2. Bir dənə üç bucaq AY bölü 2-dir. 6 dənəsi də bir yerdə üç bucaq olanda nə olur? 3 AY olur, düzdür. AY'miz də nə idi? 3 AY deyirdiksə, X üstə gələn Y-imiz 2R'dir. 2R'dir. Onda nə tər yazmaq olar bunu? 3S6 bucaqlı, biraz dolaşıq dedim. 3AR, o da nə deməkdir? O da o demək ki, AX bölü Y. Deməli, 3 vuraq, AX bölü, X üstə gələn Y bölü 2 vuraq bərabərdir. Bu da neçədir? 72-ni bölürük 2-yə, vururuq 3-ə. 3 vuraq 36, 108 edir. Bax, bir daha izahat verəcəm. Sadəcə bilin ki, yəni həll qaydasını dolaşıq elədir. Həll qaydası yox, daha doğrusu izahı dolaşıq izahat elədir. Bax, bu X-la bu nöqtədən, bax, bu qarşı tərəflər bir-birinə paraleldir. Eyni bir nöqtədən paralel düz xətlərə perpendikulyarlar çəkəndə bunların cəmi həmən paralel düz xətlər arasındakı məsafə edir. Paralel düz xətlər arasındakı, paralel tərəflər arasındakı məsafə isə daxilə çəkilmiş, düzgün altı bucaqlının daxilinə çəkilmiş çevrənin diametri. Onda düzgün altı bucaqlının sahəsi nəyə bərabər olur? Perimetr vurulsun R-ə. Bölə 2-yə da 3 bucaqlarla. Həmin şeylərin 108 alır. Davam edək. Deməli, 30, mən deyirəm, burada qəşəng məsələlər var, inanmayasınız. 37-yə baxın uşaqlar. 37, görək 37-də nədir? 37 də belə. Kvadrat və romb verir. Deməli, bir dənə belə bir kvadratdır. Sizdə çəkin. Bir dənə də belə bir romb. Və buranı ştrixləyib, böyle ştrixləyən sən çəkək, görək sonra nə soruş. Deməli, A, B, C, D, düzdür. Buranı verir F. Buranı da verir Y. Der ki, şəkildə SABCD, yəni kvadratın sahəsi 225-dir. AFYD isə AFYD rombunun sahəsi isə 180-dir. Deyir ki, ştrixlənmiş sən sahəsini tapır. Yaxşı, bu 180-dirsə, bax, kvadratın tərəfi 15 oldu mu? 15. Düzdür. 180 nədir? 15 vuraq H bölə 2-dir, düzdür. Bax, bura H deyirəm. Bölə 2 yox, üzr istəyirəm. Yəni, rombu paralelogram kimi tapıram. 15H bərabərdir 180-dir, düzdür. H-ı tapaq, neçə edir? 12 edir, nə edir? 12 elədir mi? Buranın uzunluğu 12. 12. Çox gözəl, çox gözəl. Baxaq görək nə olur. Bax, burada 15-dir mi?
Rondun tərəfi daxil 15. Bura 12. Bu balaca yerin uzunluğu neçə edir? 9. 9 olanda bura neçə edir? 6. Deməli bura da 6. Aşağılarına ağarır. 4 düzgün kvadratın sahəsindən bax bu trapeziyanın sahəsini çıxacaq. Trapeziyanın sahəsi də nə? Bura bir K yazsaq. Bu da F-dir, düzdürmü? S, A, D, A, F, K, D bərabərdir. Bərabərdir. A, D üstə gəlir. F, K bölə 2 bura H-dır, düzdürmü? Bu da bərabərdir. A, D neçə idi? 15 üstə gəlir. Bura 6 bölə 2 bura H-daki 12 tapdıq, düzdürmü? 12. O da 6 ilə toplayanda 21 bura 6 21 6'ya vuranda neçə edir? 126. Düzdürmü? Onda S ştrix də bərabər S A B C D çıxaq S A F K D. Yəni 225-dən çıxırıq 126. 99-dur mu? Bu dəfə sada düz bax. Yaxşı. Bu da belə getdi mi? İzahı hər halda yadınızda qaldı. İndi çəkiliş də var, çəkilişə baxarsınız, yadınızda qalmaz. 39'a baxaq. Ən maraqlı suallar sahə ilə bağlı bu bölmədir. 39. Bu da çox maraqlı sual oxşuyur. Deməli, ABCD trapeziyası. Çəkək var. A, B, C, D olasıdır. Bu el kimi düşür. M-N deyir orta xətt. Salam əleykum. M-N. Bura orta xətt. Sonra xətt olarsa, ştrixlənmiş hissənin sahəsində. Buradan da bir dənə belə bir şey çəkir. Bax, buranın sahəsini tapılır. Sahə də 60'dır. 60. S, A, B, C, D. 60. Fikirləşək görək nədir? Deməli, aşağılar. Bax, buna deyirəm S1. Bax, bu böyüksüz daha. S1. Buna deyirəm S2. Buna da deyirəm S3. Düzdür mü? Bax, S1 üstə gələk S2, üstə gələk S3. Bu 60'ı verir. Düzdür mü? İndi deyil görün. Bura orta xəttdir. Düzdür mü? Falisə görə hamısını kəsə-kəsə gedir. Bax, bu nəyə bərabərdir? 4'də 1 S1. Deməli, bura oldu S1 bölək 4. Və bura neçədir? S2 bölək 4. Və bura da S3 bölək 4. Bizə də ştrixlənmiş hissənin sahəsini deyir. Deməli, S1 üstə gələk, S2 üstə gələk, S3 bölək 4. Cavab 15'dir. Yaxşı, əla suallardır. Keçirik ondan sonraki. Görək neçədir? 39'dan sonra 41 gəlir. Uyğunlaşdırma 6 bucaqlı üçün uyğunluğu müəyyən edin. Canlılıq çıxsın qeyliyə yox, bir dənə uyğunlaşma. Görürsünüz nə qəşəng suallar. Deməli, 41'də belə deyir ki, birincisi A bərabərdir, kök altında 6'dır. İkincisi A bərabərdir 6'dır. Üçüncüsü A bərabərdir 4'dür. Sahəsi 6 bucaqlı üçün bunu müəyyən edir. Sahəsini tapmaq lazımdır hamısı üçün. Deməli, mən sahəni həmşər kimi tapıram. S bərabər 6 bura. A kvadrat kökdə 3 bölək 4. Bu da bərabər 6 bura. 6 kök altda 3 bölək 4. Bu da 6'ya 6'ya burada 36. 36'nı da 4'ə burada 9 kök altda 3. S bərabər 9 kökdə 3. Keçirəm mən bu birisində. Bu birisində 36 verir. 36 ilə bu gedəndə 9, 9'u da 6'ya vuranda S bərabər 54 kök altda 3'dür. Bu birisində 4 eləyir, 16, 4'ə də gedəndə bu da S bərabər 24 kök altda 3'dür. Kiçik diagonalı isə 6 bucaqlının A kökdə 3'dür. Yadınızdadırsa. A kökdə 3. Baxaq. D bərabərdir. Kökdə 3'ə də vuranda o kök altı 18, 3 kökdə 2 bu edir. D bərabərdir. 6 kökdə 3 bu edir. D bərabərdir. 4 kökdə 3 də bu edir. 1, 2, 3. 41'də görək nə deyir? Deməli, sahəsi 54 kökdə 3'dür. A variantı. A 2'yə yoxdur.
Sahəsi 9 kökdə 3'dür. B variantı 1'ə yoxundur. Sahəsi 24 kökdə 3'dür. C variantı 3'ə yoxundur. Kiçik diagonalı 6 kökdə 3'dür. D variantı 2'ə yoxundur. Kiçik diagonalı 3 kökdə 2'dir. Y variantı 1'ə yoxundur. Keçək 43'ə. Görün bu sizə tanış gəlir bu şəkil. Bax, o sizə düşüb şeydən. Sınaqlarımızdan. Belədir. Sevrəni çəkin görək. Sevrəni çəkin. Bir qədər fərqli variantdır. O bizə düşən başqa cürəsi. Bizə düşən bu birisi yan tərəfləri olan uzağa gedir. Bu sual da var. 28. Hə. Deməli, burada bir dənə mərkəzdir. Birləşdirik. Və belə iştirik. Deyir ki, A, B, C, D. Burada oldu. Düzbucaqlı trapesiya daxilinə o mərkəzi çevrə çəkilmişdir. AB, AD-yə perpendikular. Bu aydın məsələdir. AB, AD-yə perpendikular. S, AOB 16 olarsa çevrənin radiusunu tap. AOB. Başqa bir şey demir ki. S, AOB 16 olarsa. Bura eğerdir, düzdür məzzin. Bax, burada 2 eğerdir, düzdür. Eğer kvadrat bərabərdir 16 edir mi? Deməli, eğer bərabərdir 4'dür. Bizdən nə soruşur? Çevrənin radiusu qutarda. Niyə eğer kvadratdır? Bax, bu gördüyümüz üçbucaq, bu tərəf və buna endirilən hündürlük. Buna endirilən hündürlük toxunandır. Bax, bura toxunan olduğu üçün daxilə çəkilmiş çevrənin radiusu toxunana perpendikular, bu kiçik yerdir. Bu da diametrdir da, daxilə çəkilənin trapesiyanın hündürlüyü dairənin diametri olur. Deməli, 2 ev də budur. Və salam hazırdır. 45'ə baxaq. 45'də görək nədir? Bu yandan uzun bir cümlə yazıb. Qoy görüm o nədir? Məsələn, şübhəli şey olur. İti bucağı 30 olan paralelogramın perimetri 18 sahəsi də 6'dır. Qoy yazaq belə bir paralelogram. İti bucağı 30'dur. P bərabərdir 2 bura A üstə gələk B bu bərabərdir neçədir deyir uşaqlar 18 S də bərabərdir 6 xarici oblastında olmaqla tərəfləri paralelogramın tərəflərindən bərabər kongruent qurulmuş kvadratların sahələri cəmini tapır. Tərəflərdən kongruent və tərəfləri üzərində qurulmuş kvadratların sahələri cəmini bildim nə deyir. Yəni buna A deyək, buna da B deyək. Düzdür. S-dəki 6'dır, düzdür. A üstə gələk B, burada B. A üstə gələk B bərabərdir 9. Düzdür maşallah. İndi buna bax. Bax, buradan hündürlük endirsəm bu A bölə 2'dir. Deməli, AB bölə 2 də bərabərdir 6'dır. Deməli, AB də bərabərdir 12'dir. Bizə lazımdır, Bilirsən nə idi? Bax, bunun bu tərəf üzərində bir kvadrat, uşaq başı anladıydı. Baş, fikrinizi yamayın. Burada da biri, burada da biri. İndi buna bak, bu B kvadratı, bu A kvadratı, bu A kvadratı, bu da B kvadratı. Bunların sahələri cəmi S2 vuraq A kvadratı, üzrə B kvadratı. Sizin fikrinizi yayındırır. Bax, bir bundan, bir də bundan istifadə edərək biz onu tapa bilərik. Nə cür tapırıq? Bunu kvadrata yüksəldirək. Olur, A üstə gələk B mötərizə kvadratı 81'dir. Deməli, A kvadratı üstə gələk B kvadratı, üstə gələk 2AB bərabərdir 81'dir. AB'miz neçədir? 12. 2AB'miz 24 oldu. A kvadratı ilə B kvadratı ilə 24 bərabərdir 81. A kvadratı ilə B kvadrat bərabərdir 61. 57 mi edir? 57. 2 vuraq olanda neçə edir? 2 vuraq 57 də elədi 114. Elədir mi cavab? Yaxşı. Bunu da belə yola verdik. 47. 47. Başa düşməyəndə sual verir ki, məlum o nədir? İzah edeyim qədər. 47-də görək nədir? 47-də də yaxşı şeylər deyir nəsə. Hə, bunu deyirəmişik, xatirinizdədirsə. Deyir, ABC-də düzbucaqlıdır. Belə bir düzbucaqlı verir. ABC-D. Deyir ki, A7 isə oturacağı adi olan bərabər yanlı. Deməli, bunun təm ortasındadır da. Bax, belə bir şey verir. Bura 7. Bizə baxın, düz köçürdür. Daxilinə də, bunların daxilinə də çevrələr çəkilir.
Bax, belə bir çevrə çəkilir. Bir dəqiqə. Biri bura, biri də bura. Bunlar aydın məsələdir ki, həm üçbucaqlar kongruent olacaq, həm də çevrələr kongruent. Bax, belə. Bu da iştiriklərini buralar. Burada iştiriklərini, burada iştiriklərini, burada iştiriklərini. Burada yer. İndi deyir ki, AD 12'dir. Tam AD. Bura 12'dir. AB də 8'dir. Burada 8, 18 yazdım. İştiriklenmiş sən sahəsini tap. Aşağı. Bura 12'dirsə, bura 6'dır. Bura 8'dir. Düzdürmü? Bura neçə olur? 10 olur. Bax, bu da daxilə çəkilmiş çevrənin radiusu. E'dir, kiçik yer. Kiçik yer bərabər A üstə gələk B çıxaq C bölək 2'dir. Düzdürmü? Yəni 8 üstə gələk 6 çıxaq 10 bölək 2 üstə gələk 14'dən 10 çıxanda 2 mi elərik? Bax, bura da 2 elərik. 2. İndi nə edəcəm? Bax, bu düz bucaqlı üst bucağın sahəsindən çevrənin, dairənin sahəsini çıxacaq. Deməli, S1 iştirik yazılır. S1 iştirik bərabərdir. AB vuraq BY bölək 2 çıxaq pi R kvadratı. AB ilə BY 6 vuraq 8 bölək 2 çıxaq 4 pi elə. Düzdürmü? Bu da bərabərdir. 6, 8, neçə lira bu? 24 çıxaq 4 pi. Bu bir dənəsinin sahəsi. İkisini də tapmaq üçün S iştirik də bərabər 2 vuraq S1 iştirik. O da bərabərdir. 48 çıxaq 8 pi. Var belə bir şey. Yaxşı. Keçirik 49'a. Son bir deyil kaşına da belə yazalıyım. Demirsən? Bu sataşmanın tarixə düşdü baxar. 49. Şurada 49 da sizə tanış gəlməlidir. 3 dənə çevrədir. Kongruentdilər, özdə bir-birinə toxunurlar. Son bir deyil kaşına da belə çevrə çəkəcəyik. Hə. Biri də budur. Və bulanışdırıq bir söz. Yaraşıqlı çevrə çəkir. Radiuslar R bərabərdir 4 kökdə 3 olan 3 çevrənin hər biri digər ikisindən xaricdən toxunuş tıqlənmiş sənin sahəsini tapır. Aşağılar mərkəz bura. Mərkəz bura, mərkəz bura. Bilirsiniz ki, çevrələr toxunursa, toxunma nöqtələri ilə mərkəzləri bir düzlət üzərindədir. Çəkdir. Hər biri olduğuma 4 kökdə 3, 4 kökdə 3, 4 kökdə 3, 4 kökdə 3, bu da 4 kökdə 3, bu da 4 kökdə 3. Deməli, bərabər tərəfin üst bucağı alırıq. Tərəfi A bərabərdir 8 kökdə 3'dür. İndi mən nə edəcəm? Bura bax, 60 dərəcə budur. Görürsən, sektor. 60 dərəcə budur, 60 dərəcə də budur. 3'ü birlikdə neçə əmələ gətirir? 180 dərəcə. 180 dərəcəlik sektorumuzda yarım dairədir. Deməli, üst bucağın sahəsindən yarım dairənin sahəsindən çıxanda bu iştiriklərin işlət tapılır. S3 bucaq bərabərdir. Deməli, A kvadratı kökdə 3 bölək 4'dür. Düzdür, bu da bərabərdir. 64 vuraq 3 vuraq kökdə 3 bölək 4. 64 4'ə böləndə 16, 48 midir? 64 4'ə böləndə 16 ilə 48 kökdə 3. Bu oldu 3 bucağın sahəsi. Pi R kvadratı bölək 2 də, pi R kvadratı bölək 2 də. R'də 4 kök altı üçdür. Pi vuraq 4 kökdə 3'ün kvadratıdır. Bu da 16, 48 pi də bu elədir. Düzdürmü? Onda S iştirik bərabərdir. 48 kökdə 3, yəni 3 bucağın sahəsini çıxar, 48 pi. Uzaq başı 48'in nöqtəsini xaricdən çıxartmış olur. Elədir mi? Yaxşı. 51 bu 10'uncudur. Görək bu nədir? Burada ilişməsə yaxşı. Nəsə uzun uzalı şeylər yazın. Yaxşı. 51'də belə bir şey çəkir, deyir, 4 bucaqlısı. Bu yoxşaldım şəkili. Biri belədir. Biri də harasa buralarda. Belə bir şeydir. Və bunları birləşdirir. Belə. Belə. Deməli, A, B, C, D. Bax, buradan bir dənə
Belə bir şey çəkib. Bir dənə belə çəkib. Bir dənə burada bir M nöqtəsi, buraya oxşadım sonra. M-dir, burada bir K-dır. İndi nə deyir uşaqlar? Deyir ki, BM-in MC-yə nisbəti 1-in 3-ə. BM-in MC-yə. Bura məsələn X-dir, bura 3X-dir. AK-nın KC-yə nisbəti. AK-nın KC-yə. 2-nin 3-ədir. Bura 2Y-dir, burada 3Y. Düzdürmü? BK-nın KD-yə nisbəti isə, bura 3-ün 5-ə nisbəti. Yəni, bura 3Z-dir, bura 5Z-dir. Yanında nə olur? Bu nə edir? Deyir, ABM üçbucağının sahəsi SABM 21 olarsa, SABCD-ni tapın. SABCD. Bunu tapmaq lazım. ABM hansıdır birinci baxaq. ABM. Bax, bura 21-dir, düzdürməzdir. Deməli, onda bu üçbucaq. Bax, bura 21-dirsə, bu 1-in 3-ə döymür. Neçə olur bura? 63. Bu belə deyil. Düzdürmü? 63. Bura 63-dürsə, gözdə görün. Yox. 21-63. İkisi bir yerdə neçə edir? SABC bərabərdir 84-dür. 2-nin 3-ə nisbətdir. Bax, buranın tap fəaliyyət. 2-nin 3-ə nisbətdir. Bura neçədir, bura neçədir? Bu bir üst bucaqlar. Yəni, SABK bölək SBSK da 2-nin 3-ə. İkisi də deməli neçə eləyir? 5Y bərabərdir 84, Y də bərabərdir 84 bölək 5-ə. Düzdürmü? 84 bölək 5-imiz 16,8 verir. 16,8. Bu 16,8'dir. 2'ye vurun görün bura neçədir? 2'ye vurun 16,8'i mi? Bak bura oldu 33,6. 3'e vurun görün. Neçə? ABC mi 2K'da? Yok 3K 5K bölüm büktüm. B'li fazla. Yok bura bölüm. Hə da mən onu deyirəm. Ben elə bunu tapmaq istəyirəm. Bu balacan tap. Sonra bu balacan tap. Sonra ona göre bunları tapar. Yox elə yuxarıdakı ABC 21 ilə 3-cü cəmi 84'dür. Bura 84'dür. Hə. 3K 84 isə 5K-da 140. Yok 3K yok da aman 3K. Sen o burada bölməlisən. Biz bunları belli edəcəklər. Deməli 33,6 bunu neçəyə vurdunuz? 5'ə vurun görün. Yok bu 3'ə, bunu 2'ye vurdu. 3'ə vur görün. 50,4 da vur. 50,4. İndi de zəhmət çək. Hə, bura 3'ün 5'ə döydü mü? 3'ün 5'ə. 3'ün 5'ə. 33,6 3'dür. Bölüm 3'ə neçə edər? 11,2. Vurun 5'ə. 11,2'ni 56 bulalım. Deməli, 50,4'ü bölüm 3'ə. Böl tez olsun. Vurun 5'ə. 82 da bu. İndi bizdən də bax bunların hamısını cəmi. 84 deyil, bax hamısını cəmi. Toplayın görün, 56. Üstə gələk 84. Üstə gələk 33,6. Üstə gələk 50,4. 224 düz gəlir. Bax bir daha deyirəm, neynədik? Bizə hansını vermişdir? ABM-i. Bax buranı. 1'in 3'ə, bu birisini tapdım. Bu bir üç bucağı. Sonra ümumini tapandan sonra bunun da 2'nin 3'ə bölündüğü için buranı tapdım bu üç bucağı. Sonra bu üç bucağı tapdım. Bu üç bucağın sayesine göre bu 3'ün 5'ədir. Buranı tapdım. Bu üç bucağın sayesine göre bu da 3'ün 5'ədir. Buranı tapdım. Sonra topladık neçə oldu? Cavab 220'dir. 24. Evdə bir də baxarsınız. Başa düşməsəniz bir də izah edin. Bugünlük bəsdir.